Bugün gedirik piknikə. Özümüzə lazım olan ərzağı alıb və bircə ayağımızı yerdən götürsün bəsdir dediyimiz motorla yola düşürük. 1 litr benzinlə bütün dünyanı gəzmək istəyirsinizsə, bu canavardan ala bilərsiniz deyərdim. Ancaq 5-10 kilo yük vurduqdan sonra və üstünə də məni də daşımalı olduqda isə bizi yarı yolda qoydu. Elə bil motorlara biz yox, motorlar bizi minib gedir və yolumuzun yarısını bunu dartmaqla keçir. Belə gözəl meşəli təbiətli yerdə istirahət etmək insanı çox xoşbəxt edir. Nəysə, çatdıq istirahət edəcəyimiz yerə. Ərzaqları və qaz balonu götürüb meşəyə tərəf yola düşürük. Və bu gün menümüzdə qızardılmış kartoşka və toyuq var. Tavaya yağ tökdükdən sonra üstünə toyuq əlavə edirik. Sonra da kartoşkanı əlavə etdikdən sonra üstünə duz və isot vururuq və yaxşıca qarışdırırıq. Həqiqətən sonu mükəmməl oldu. Palçıqlı suda tərəvəzi yuduqdan sonra tavanı qazdan götürüb bismillah edib nuş edirik. Belə təbiətli yerdə yeməyin başqa dadı olur. Yeməyin iyinə dözə bilməyib tülkü də qonağımız olacaqdı, amma sağ olsun Nazim imkan vermədi. Belə yerə gedəndə adamı lap yuxu aparır. Biraz uzanım dedim, ancaq üstündən 5 dəqiqə keçməmiş. Nəysə, zibilləri yığdıqdan sonra evə doğru yola düşürük. Ha bu takibi atın görək da adaş. Oh be.